Bəzən saat sadəcə bir zaman ölçmə vasitəsi olmur. Həyat tərzini və xarakteri əks etdirir. Amalisin bu üç unikal modeli saddəliyin içindəki gücü, zərifliyi və minimalizmi tam olaraq göstərir. İlk baxışda servo mexanizmi ilə hərəkət edən bu saatlar həm də safir şüşə və incə brasletləri ilə göz oxşadır. Hər bir detalı xüsusi olaraq işlənmişdir. Bununla yanaşı, bu üç modelin Sun and Moon funksiyası var. Bu da saatların üzərində işlənmiş incə və xüsusi detalların sadəcə dizayn deyil, dərin məna olduğunun göstəricisidir. Sun and Moon funksiyası həm də bir metaforadır. Gündüzün və gecənin mübarizəsi. Hər biri bir-birindən gözəl olan bu üç model həm də kiçik incə detalları ilə bir-birindən fərqlənir. Modellərin ikisində Swarovski daşları işləndiyi halda, digər biri isə sadə qalıb. Bir modeldə mat parıltı xüsusi bir parlaqlıq yaradır. Mirvari tozu ilə işlənmiş bu iki model isə gecə işığı altında göz qamaşdıran bir təsvir yaradır. Brasletlər də iki modeldə fərqlidir. İkisi tamamilə qızılı, digəri isə həm qızılı, həm də gümüş rənglərdədir. Son illərin ən çox bəyənildiyi trendə uyğun olaraq bu dizayn həm klassik, həm də modern üslubla uyğunlaşır. Bu saatları digər brendlərdən fərqləndirən əsas cəhətlərdən biri onların taclarıdır. Əksər brendlərdə taclar sadə, standart və yumru formada olur. Amma Amalis bu detalları belə xüsusi etməyi bacarıb. Taclar standartdan kənara çıxaraq incə işçiliklə hazırlanıb və üzərində brendin loqosu zərif şəkildə əks etdirilib. Bu sadə bir vizual dəyər və simvolik məna qatır. Hər toxunuşda keyfiyyəti hiss edəcəyiniz bu detallar sizə adi bir saat taxdığınız yox, özünüzü xüsusi hiss etdiyiniz bir an yaşadır.